bunu işləmişik. Baxaq, saat neçədir? Saat 1-ə qalıb. Okay. Əslində bugün yayını burada yekunlaşdıra bilərik. Hamısını bir gündə işləmək məcburiyyətində deyilik. Hamısını bir gündə işləməli deyilik. Hə. Invert binary tree-ni işləmişik. Sadəcə üzərindən keçə bilərik. Invert binary tree nədir? Rootun child'larının yerini dəyişir. Düzdür. Rootun left və right-ın yerini dəyişir. Bu left-i gətirdi qoydu bura. Right-i gətirdi qoydu bura. Sonra gəldi düşdü bu left-in left və right-ın dəyişdi. 7-nin 9-un 6-ın yerini dəyişdi. Right-ın left və right-ın yerini dəyişdi. Necə eləyirik? Necə eləyirik? Əgər nod naldısa, onu dəyişməyə heç nəyi yoxdur. Biz ona görə heç nə eləməyəcəyik. Əvvəlcə root check eləməklə başlayaq. Null return root. Sonra gələk nə edirik? Left və right-i götürürük. Tree node left equal root nöqtə left tree node right bərabərdir root nöqtə right. Düzdür. Və gəlib nə edirik burada? Left'i götürdüm, right'ı götürdüm. Root'um null deyilsə, root'un left və right'ının yerini dəyişirəm. Nə deyirəm? Deyirəm ki, root nöqtə left equal nəyə? Right'a. Root nöqtə right equal nəyə? Left'ə. Düzdür. Və gəlib mən nə edirəm? Bununla bunun yerini dəyişdim. İndi bunun eynisini gəlib left üçün edirəm və right üçün edirəm. Return invert tree nə? Root nöqtə left and mi? Invert tree root nöqtə left root nöqtə right. Sonra da nə? Return root. Görək bu işləyəcəkmi? Əla işlədi. Mükəmməl. Əla. Left'ini götürdük, right'ını götürdük, yerini dəyişdik. İkisinin sonra keçdik left'in child'larının yerini dəyişməyə, right'ın child'larının yerini dəyişməyə və sonda da heç nə. Bu null olanda bunu return edəcək. Root'u hansı ki 1'i falan yavaş-yavaş gələcək. Axırda da bizim bu root'umuzu return edəcək. Cool. Bunu da başa düşdük necə eləməli olduğumuzu. Level order traversal. Bu nə idi? BFS. Bir də DFS var. Bunlar DFS, BFS bunları ardından baxarıq. Array to pointer. Okay, bunlara da baxarıq. Bir-iki dənə də SQL sualı versəsində əla olar. Başım ağrıdı. İlk dəfə belə üsul gördüm. Məncə heç kim belə yazmayıb. Bu invert tree-ni deyirdir. Solutionlara baxaq. Deməli, nə edib? Left'i götürüb, əslində 2 dənə tree node götürməyə ehtiyac yoxdur. Belə eləmək olardı. Bu əlavə memory istifadə eləmişəm məsələn burada. Left'i götürüb, right'ı götürüb, yerini dəyişib, root'u qaytarıb. Bu da eləməli kimi edib.
Invert tree'nin dəyərini belə ignor elədiniz. Birbaşa referanslarını qoyduq bura. Çünki şeydə axı, nodlardır. Bunu götürüb birbaşa bura qoydum. Bunu da götürüb birbaşa bura qoydum. Bunların hamısı referansdan bir-birinə şey olub. Nodlardır da.